əzəmətli günlərdə Qur'an-ı Kərimə diqqət eləsək, yəni əhya gecələri Allah nə qədər əzəmətli mələklər var, hamısın, hətta ruh deyilən bir mələk, onun alimlər, müfəssirlər həm Həzrət Cəbrail əleyhissalam deyə qeyd edirlər, həm də deyirlər ola bilsin ki, Həzrət Cəbraildən də böyük bir mələkdir. Allah əhya gecəsi hamısını yer üzərinə göndərir və hara gəlir? Şübhəsiz ki, Peyğəmbər əleyhissalamın yanına gəlir. Peyğəmbər əleyhissalamın itaətində olurlar. Sual edirlər ki, ya Rasulallah, səndən sonra da bu iş davam edəcəkmi? Həzrət buyurur, bəli. Və səndən sonra ya Rasulallah, kimin huzuruna gələcək bu mələklər? Həzrət Mövla-i Müttəqiyyən əleyhissalamı göstərir ki, məndən sonra bu və bunun evladlarının, 11 evladının huzuruna nazil olacaqlar. Bax, imamət bu qədər Allah yanında əzəmətlidir. Bu ayda Allah bütün insanlar üçün cəhənnəmin qapısını bağlayıb, rəhmət qapısını açıbdır. Artıq biz daxil oluruq o günlərə ki, artıq 3-cü 10 günlüyü yavaş-yavaş, görsən gün, neçə gün qalıbdır ki, artıq tərk edirik. Hər kəs bu günlər ilahi rəhmətdən faydalanmasa, həm dünyada, həm ahirətdə xüsran olan şəxslərdən, ziyankarlardan olacaq, peşmançılıq çəkəcəkdir. Qur'an bizlərə bildirir ki, sənin bugünkü gün məscidə getməyin, məsciddə, məclisdə iştirak eləməyin 1000 ayın ibadətindən xeyirlidir. Bugünkü gəlmişik məscidə, Allah sənə 80 ildən çox yazır ki, sən cümədə, məsciddə, məclisə gəlmişsən. Özü də o məclis ki, nəfəsin, hesabatın 1-ə 1000 artırır və sənə o dərəcəni verir. Və buyurur ki, xeyirlidir bugünkü gün, Allahdan hər nə istəyirsiniz istəyin. Özün vədəsidir ki, mən sizin bütün istəklərinizi qəbul edəcəm. Qur'an-ı Kərimdə səhv etmirəmsə, Bəqərə surəsinin 185-ci ayəsində Allah Teala Ramazan ayından danışanda ardınca da həmin bu hər nə istəyirsiniz istəyin deyir. Da arada fasilə yaratmır. İndi belə bir gündə nuraniyyət dəryasına baş vurun və əldən çıxartmayın.